Azərbaycandan nömrə 1. Düşünürəm ki, belə bir şey heç bir mənzildə yoxdur. Ola da bilər, mən rastıma gəlməyib. Şitin içərisində işıqlanma və belə düz durulan şit yığılması. Bunun sxemini özüm təyin etmişəm. Mənzilin yerləşmə planına görə, otaqların sayına görə, otaqlardakı elektrik cihazlarına, avadanlıqlara görə, həm işıqlanmaya görə belə bir şiti özüm sxemini qurub və yığmışam. Bu cihazlardan da istifadə etmişəm. Burada iki ədəd şitdir, böyük və balaca. Bu şitə niyə işıqlanma vermişəm? Sensorla hərəkətə qarşı reaksiya verən LED işıqlanma ilə təmin etmişəm. Bu risovkalı üçün deyil, komfort məqsədi ilədir. Niyə? Çünki bu şit dizayn layihədə mənzilin təmir planında dolabın içərisində göstərilir. Bura qardırob. Bunu ona görə işıqlanma eləmişəm ki, qardırobun içərisində bu sahibi adam hansı avtomat atanda və ya hansı bir iş görəndə, rozetka dəyişəndə və s. işdə gəlib iş görmək üçün bunu açanda işıq olsun ki, rahat görsünlər ki, nəyə açırlar, nəyə hansı avtomat atıb, atmayıb, yəni komfort məqsədi ilə. Və bu şitlər niyə bu dizaynda və bu quruluşda yığılıb, buradakı istifadə etdiyim cihazlar, relələr nədir, onlar haqqında məlumat vermək istəyirəm. Bəzi mənzillər, bir çox hətta mənzillərdə internetdə görürəm, ustalar bir ədəd qaçaqım relay qoyurlar bütün dövrəyə, bütün işdə, bütün mənzilə, yəni mənzilin ümumi bir dənə qaçaqım relaysi olur. Amma mənə elə gəlir ki, o diskomfort balansı yaradır. Niyə? Çünki məsələn gedən adam ev sahibi, evdə yaşayan ev sakin hansısa sanitar qovşağına girib istifadə edir, əlin nəm olaraq kultivatörü söndürür, ya nəsə fen taxır, qaçaqım verir, bütün ev qaranlığa qalır. Yəni bir qaçaqım atsa, dövrəni aç. O effektiv deyil. Daha optimal variant budur. Düzdür, biraz xərci çox çıxır, amma elektrik öncədən ev sahibinə izah eləməlidir. Bunun məsuliyyəti daha bahadır. Bir neçə qaçaqım relaylər qoymalıdır. O mənzilin, buranın giriş mühafizə açarıdır, paket avtomat dediyimiz. Bu gərginlik tənzimləmə relaysi, bu ümumi qaçaqım relaysi, məsələn kondisionerlər və bəzi rozetkalar üçün bu kontaktor 4 modul, 4 zona, 2 normal açıq, 2 normal qapalıqlar olan səssiz kontaktor məişət tipli ev üçün nəzərdə tutulan olan bir kontaktordur. Bu universal kontaktordur. Niyə? Çünki bunda həm master kultivator kimi istifadə etmək olur, həm rozetkaları zonalara, qruplara ayırıb. Eyni zamanda bundan kultivatorların kontaktlarını qorumaq üçün mühafizə eləməsində istifadə etmək olur. Mən elə qoşmuşam. Çünki kultivatorlar çox istifadə olunan şeylərdir. Tez-tez yandırılır, söndürülür evdə yaşayış olarkən. Master kultivator kimi ümumi bir düymə ilə bütün işıqlanmaları söndürüb yandırmaq və rozetka sistemlərindən ayırmışam. 5-dən artıq zonalara bölmüşəm mənzilin içərisində. Yerləşmə planlarına, otaqlara görə, quruluşa və elektrik cihazlarına görə, həm də ümumi işıqlanmanın gücünə görə. Buradakı qaçaqım relaylər, camaşırxana üçün qoymuşam, sanitar qovşaqlar üçün, məktəb üçün, garaj üçün, hol üçün, yəni hər yerin ayrı-ayrılıqda qaçaqım relaysi var. Amperajlar, kilovatları da fərqlidir. Hər yerin öz yükünə görə hesablanıb qoyulur. Burada da nol terminallarımız çox. 1, 2, 3 ədəd nol terminalımız var. Burada 2 mərtəbəli bir dənə terminalımız var. Onunla hər mərtəbəsində ayrı zonalar üçün istifadə etmişəm.